İranın Black Reward hacker qrupu İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Azərbaycandakı İranlı əməliyyatçıları ödəniş etmələri ilə bağlı məlumatların əks olunduğu sənədləri yayıb. Kalibr Az hərbi analitik portalının verdiyi məlumata görə əldə edilən sənədlər adı çəkilən qurumun rəsmi blankında Xarici İşlər Nazirinin Maliyyə və İnzibati İşlər üzrə müavini Məhəmməd Fəth Əliyə ünvanlanmış məktublardır. Sənədlərdə İranlı əməliyyatçıların müxtəlif ölkələrdəki hesablarına 100 minlərlə avronun köçürülməsi tələbi yer alır. O cümlədən 2022-ci ilin yanvar və mart aylarında Bakıya 47.158 və 75.000 avro, Naxçıvana isə 15.083 və 30.000 avro köçürülüb. 2022-ci ilin aprelində Bakıya daha 40.000 avro köçürülüb, 2022-ci ilin aprelində isə Moskvaya 40.000 avro transfer diqqəti çəkir. Onu da qeyd edək ki, köçürmələr İranın Dövlət Bankından həyata keçirilib.